Bəli. Bəli. Değerli vətənlərim, deyəsən trollar deyəsən çox tökülür. Bizim prezident Ali Başkomandandır. Bəziləri, mən Ali Başkomandanın üzünə baxanda şalvarını sıçratacaq. Şalvarına sıçratacaq. O nətəri prezidentdir ki, qazilərini, şəhid ailələrini qoruya bilmir. Hər yerdə şəhid xanımlarını zorlayırlar, döyürlər. O nətəri prezidentdir? Ha? O nətəri prezident də bilmir kimin qucağında otursun. O nətəri prezidenti çıxıb deyir məni aldadırlar. O nətəri prezidenti ki, bir dənə xalqı döyən, şəhid ailəsini, qazini intihara məhkum eləyən bir nəfər məmuru cəzalandırmayıb. O nətəri prezidentdir. Ha? Onun burnunu görməmisinizmi? Azərbaycan soylu köklü, Türk soylu adamın burnu boyda olar mı? Mıxa oxşuyur. Nətəri prezidentdir? Ha? Nətəri prezidenti o Şamiyanın bacısı nəvəsidir. Hələ deyirlər, Şamiyan öz bacısını qayırıbdır. Şamiyanın bacısı, Şamiyanın törəməsidir bu, İlham Əliyev. Öz bacısından əmələ gələn bu nətər prezidenti qumarda qoymayıb bu. Bütün dünya İlham Əliyevin qumarda qoymağını danışmır mı? Kişi olun, oğul olmayın. Kişi olun, oğul olmayın. Sözün haqqına deyin, düzünə deyin. İlham Əliyev arvadını qumara qoymayıb bu. İlham Əliyevin arvadının Lukashenko ilə sevişməsini, Netanyahu'nun altından soskası olduğunu bütün dünya mətbuatı yayır. İtalya, Almanya, Fransa, Erməni, Rus, İran, Amerika. Bütün mətbuat yazır İlham Əliyevin. İlham Əliyev əxlaqsızlığından yazır. Mehribanın da İlhamın əxlaqsızlığına qarşılıq olaraq qısqaçlığına görə kiminsə altına yıxıldığından danışır. Sizə götünü qumara qoyan prezident mi lazımdır? Sizə arvadını qumara qoyan prezident mi lazımdır? Ha? Dünyanın təhdük ölkələri var ki, uşaq pulu verilmir. Onun da biri Azərbaycandır. Ay İlham Əliyev sevən, sənin anana başına çaldım mən. Qabil sevənləri anana başına çaldım. İlham Əliyev sevən. Ölkənin ruhuna qabil sevənləri sevən. Ay İlham Əliyevi sevən. Ay Toğlu İlham Əliyevi sevən. Ay qəhvən balası. Ay səni çıxan yerə qabil sevənlər ha, mənim damarımı tapdalamayın. Damardan girərəm, ananıza girərəm. Oğullar, yoxsa kaçacaqlar. Ermənistanda uşaq pulu 300 dollara yaxın uşaq pulu alır Ermənistan, ermənilər. 300 dollar. İşsizlik pulu 157 dollardan qalxdı 200'ə. Sosial pul qalxdı neçə 100'ə. Ay Allah, ay oğullar. Ermənistan demokratik ölkədir. Orada hər şey şəffafdır. Ermənistan'da belə görürsün özümü minimum əmək haqqı, orta əmək haqqı Azərbaycandan dəfələrlə çoxdur. Ay arkadaşlar, Ermənistan'ın maxesinin gizirinin aldığını sənin polkovnik alır, polkovnikin generalın alır. Ay barmaqdan əmələ gələn, ay it əmələ gələn İlham sevən. Ay o kaç bile. Sen bilmirsən, Ermənistan'da bugün bütün dünya yayımlayır Azərbaycan'da zibileşen Azərbaycan analarını. Bugün Azərbaycan körpələrini, Azərbaycandan çox organ satan yoxdur. Sosyal şəbəkələrə girmək olmur, hamı böyrəyini, bədənini satır. İlham Əliyev Azərbaycan xalqına bədənini və şərəfini satmaqdan başqa şans qoymayıb yaşamaq şansı. Oğlu bir bax gələn gör, Belarusiyada gör tələbələr necə oxuyur institut tələbələri. Ən gözəl yerdə, yeməkləri pulsuz, qalmaqları pulsuz, ən gözəl bir Belarusiyada. Baxın Minskinin mərkəzində tələbələr üçün necə yataqxanalar var, objetelər var, necə? Amma Azərbaycanda 10.000 tələbə təhsil haqqını ödəyənmədiyinə görə çıxartdılar, atdılar. 400 dənə məktəb, orta məktəb qəzalı vəziyyətdədir. O günləri bağça uçdu, bir regionumuzda bağça uçdu, bir körpəmiz dünyasını dəyişdi. Ay İlham sevən, sənin ananı, bacını da qabil sevənlər sevsin, altından çıxarmasın, ay İlham sevən. Sən nə qədər balasısan ki, nə qədər oğul balası olmalısan ki, İlham sevəsən. Rus oğludur, sərhəddi bağladı. Artıq bax təzəcə deyirdilər ki, Gürcüstanla sərhəd açılır mayın 1-dən,
Dünən yox sırağa gün deputatlar sonuncu dəfə danışdı və dünən qərar verdilər. Artıq gələn il iyunun 1-nə qədər sərhədləri bağladılar. Koronavirusun ömrünü uzatdılar. Dünyada koronavirus mu var ay? Sənin arvadına. Buna bak. Göre indi ne geldi? İtiraz. Gördünüz mü? Gördünüz mü? Gördünüz mü? Bakış sayı kalkan kimi? Gördünüz mü? Bakış sayı kalkan kimi nece oldu? Değerlemeden gördünüz mü? Demeli. Gördünüz mü değerlemətələrim? Bak sıra zefiri vurdular ha. Bak gördünüz mü? Neter olur ha. Neter olur ha. Gece gündüz o refailler, o saqqallılar, o özünü tanımayanlar var. Hansı ki muhalefeti söylürlər. Gece gündüz mənim ailəmi montaj eləyib, lüt qadınlarla, lüt uşaqlarla, ne bilim neler yayımlayırlar. Necə olur elə mən başa düşə bilmirəm. Nətər ola bilər? Onların kanalları şikayətə getmir. En yüngül sözü S hərfindən başlayır. Onlar şikayətə getmir. Ancaq Qabilin kanalları, budur bax, 26 Mart'a qədər də bu bağlandı. Bu da 26 Mart'a qədər bağlandı. Necə ola bilər? Mən nə dedim? Dedim çaldırsın dedim. Mən nə dedim? Da leksikonumuzda Google Translate var da, onunla götürürlər əsasən. Ağı necə ola bilər ki, S hərfindən nə qədər sözlər deyib, gecə güzəli kərimini, Qabili söyənlər, onların kanalları bağlanmır. Ama mən bir dənə İlhamın arvadı çalır deyən kimi mənimki şikayətə gedir. Özdə ikaz yox da sırazı. Bir həftə, 10 gün, 15 gün kanalın durdurulması. Necə olur elə bu? Ha? Əllülər. Qabilin ordusu var, ordusu. Qabilin ordusu var. Qabilin ordusu var, medya ordusu. Yaxşı, canlı yayımı vurdunuz, eləmi? Canlı yayımı. Mən neynirəm? Cansız yayımları ki vurmamışsınız 10 dəqiqəyə qədər. Bütün sensasiyalı xəbərlərimi orada çatdırmayacağam mı? Ha? İlham Əliyev, koronanı bəhanə eləyərək gələn ilin noyabrın 1-nə qədər karantin elan elədin. Yenə də o poez yolu, qatar yolu hamısı yenə bağlandı. Xalqın ümidlərini suya saldı. İlham Əliyev barmaqdan əmələ gələn. Sən elə bilirsən o vaxta kimi hakimiyyətdə qalassan. İlham, sən bu bahar, ilk baharda canını tapşırmalısan. İlk baharda canını tapşırmalısan. Tapşırmasan son baharda tapşıracaqsan. Bax bunu deyirəm. Ya ilk bahar, ya son bahar. İlham Əliyev, ilk balası kimi gedəcəksən. Özün də gördün ki, alternativ qüvvələri sənə qarşı necə dəstəkləyirlər. Özün də bunun bir daha şahidi oldun İlham Əliyev. Gəlirəm İlham Əliyev yerinə. Gəlirəm səni balası kimi qovacam oradan. Gəlirəm o oğlu. Gəlirəm əmələ gələn. Gəlirəm gözünü qumara qoyan. Gəlirəm arvadını qumara qoyan. Gəlirəm. Bir yana baxanda dostlar, bu kanalları şikayət eləyirlər. Sırazı, bilirsiniz nətərdir, söhbət nədən gedir. Gördünüz mü? Bu təzəcə baxışım 2000'ə qalxdı ha. TikTokumuzun baxışı, baba təzə kanalda həmişə danışdığım idi bu. 2000'ə qalxan kimi nə oldu bilirsiniz mi? 2000'ə qalxan kimi hacker qrup deyə bir zal deyil, zala doldurublar o balalarını, hackerləri. Sırazı, Qabil ağzından bir şey balası, nə bilim eşkilə, bir nəsə deyən kimi sırazı vururlar tərcümə ilə, birdən-birə 100, 200, 500 nəfər TikTok'a şikayət elətdirlər və TikTok'a da böyük məbləğdə pul buraxdılar, böyük məbləğdə. TikTok'un baş ofisinin, o qəhənin nə işi var idi? TikTok'un prezidentinin nə işi var idi Mikhail Cabbarovun yanında? O qəhənin nə işi var idi? Azərbaycana birinci ayağımı atan kimi ilk mənim hərəkətim TikTok'u bağlamaq olacaq. Siz inanırsınızmı mənim adamlarım necə əziyyət çəkirlər? Məni sevənlər.
Məni sevənlər necə əziyyət çəkirlər. Qabil üçün gündə 10 dənə, 20 dənə kanal açıb, gündə 10 dənə, 20 dənə kanalı bağlanan oğlanlar var. Yenə də milyonluq, 100 minlik çıxışlar olur, baxışlar olur. Əsas nədir? Əsas mənim xalqa fikrimi çatdırmaqdır. Mən artıq özümü xalqa tanıtdırmaqdır. Onu da sizin sayənizdə etmişəm. Var olun. Allah sizi bərxudar eləsin. Allah sizi bəxtiyar eləsin. Baxıram, mediada savaş gedir. Həmişə bu savaş cəbhəçilərlə yapçılar arasında gedərdi, həmişə bu savaş. Həmişə bu savaş cəbhəçilərlə yapçılar arasında gedərdi bu savaş. Dəyərli vətənlərim, dəyərli soydaşlarım. Bizə də. İndi isə, dəyərli soydaşlarım, bu savaş qabil sevənlərlə götürənlər arasında gedir. Hər yerdə qırğın gedir. Bütün hər yerdə qırğın edirsiniz. Var olun, sağ olun. Az sonra mənə qarşı yazanlar mesajlarını tapıb silə bilməyəcəklər. Onları axtalayıb qadınlı, erkəkli, dişili hamısını deport eləyəcəm. Ölkədən 100 minlərlə, milyonlarla adama cənnət Azərbaycana qaydacaq. Amma 50 mindir, 40 mindir, 30 mindir bu götürənləri hamısını didərgin salacaq. Yekə başlarında başını qoyacağım. Dəyərli vətənlər, mənə Qabil Türkoğlu deyərlər. Mən çox dəhşətli adamam, onu da deyim sizə. Məzlumların haqqı səsiyəm. Bax, dedim sizə dostlar, dedim sizə dostlar, bir daha. Salam bəy, salam. Yayımdaydım, yayım harca bir 20 dəqiqəyə bitəcək, 20 dəqiqəyə zəng eləyərəm. Yarım saat, 20 dəqiqəyə bitəcək. Dəyərli soydaşlarım, vacib zəng gəldi yuxarıdan. İndi inşallah onunla danışmalıyam. Çox uzatmayayım və xəbərlərə keçirəm. Deməli, dəyərli